Hər kəs salam dostlar. Bugünkü mövzumuz altcoin fəlsəfəsi haqqında olacaq. Bitcoin-dən sonra gələn altcoinlər haqqında olacaq. Yəni altcoinlər nədir? Bunlar haqqında ətraflı məlumat verməyə çalışacağam. Başlayaq dostlar. Altcoin nədir? Bitcoin bildiyimiz kimi dostlar, hamımız tanıyırıq, hamının dilindədir. Amma ondan başqa təbii olaraq minlərlə fərqli kriptovalyuta var. Bəs bu altcoinlər nə üçündür? Niyə yaranıblar və hansına inanmaq olar? Gəlin birlikdə dostlar, sadə dillə anlayaq. Əvvəlcə başlayaq dostlar anlayışdan. Altcoin sözü iki hissədən ibarətdir. Alternativ coin, yəni alternativ sikkə deməkdir. Yəni sadə dildə desək dostlar, Bitcoin-dən başqa hər bir kriptovalyuta altcoin sayılır. Bitcoin 2009-cu ildə yaradıldıqdan sonra blockchain texnologiyası dünyanı dəyişdi və bu sistemin üstünlüklərini görən yüzlərlə komanda öz layihələrini qurmağa başladı. Məsəl üçün dostlar, Ethereum, Solana, Cardano, Ripple, BNB bunların hamısı bir vaxtlar sadəcə alternativ idi. Amma indi öz sahələrinin nəhənglərinə çevriliblər. Gəlin başlayaq altcoinin yaranmasından dostlar. Altcoinlər niyə yaranıb? Çünki dostlar, Bitcoin çox güclü olsa da hər şeyi bacarmır. Bitcoin yalnız dəyər saxlama vasitəsidir. Bir növ qızıl kimi düşünün. Amma rəqəmsal formada. Amma texnologiya irəlilədikcə dostlar, insanlar istədi ki, təbii olaraq blockchain daha çox şey etsin. Smart kontraktlar bağlasın, NFT-lər yaratsın, oyunlar, DeFi, DAO sistemləri ilə işləsin. Bax, bu ehtiyacları qarşılamaq üçün dostlar, altcoinlər təbii olaraq meydana çıxdı. Məsəl üçün, Ethereum smart kontraktlar və DeFi layihələr üçün nəzərdə tutulub. BNB Chain daha ucuz əməliyyatlar üçün, Solana sürətli əməliyyatlar üçün, Ripple XRP banklar arası ödəniş sistemi üçün yaradılıb. Keçək digər hissəmizə. Altcoinin növləri haqqında danışacağıq dostlar. Altcoinlər çoxdur, amma onlar bir neçə kateqoriyaya bölünür. Mən bu kateqoriyaları bir-bir sizin üçün sıralayacağam və hansı altcoinlər bu kateqoriyalara aiddir, onları da deyəcəm sizə dostlar. Videonu sona qədər izləməyizi tövsiyə edirəm. Çünki sona qədər izləməsəniz altcoinin yaranması və tam olaraq nə olduğu haqqında ətraflı məlumat əldə edə bilməyəcəksiniz. Dostlar, başlayaq. 1. Smart kontrakt coinlər. Bunlara daxildir Ethereum, Cardano, Solana. Bir də var dostlar, stable coinlər. Hansı ki biz belə deyək də, yəni loru dildə bizim 100 dollarımız necə 170 manat deyil. Həmçinin də dollarında qarşılığı olan stable coinlər var birjada. Biz kriptovalyutalar alıb satmaq üçün. Bunlardan USDT-ni ən məşhur olan USDT və DAI-ni sıralamaq olar. Hansı ki bunlar stable coindir. Biz bunları alırıq və bunların vasitəsilə kriptoları alıb satırıq. Stable coin dedikdə dostlar, yəni kriptovalyuta tez-tez düşüb və qalxır və biz düşəndə alırıq, məntiq olaraq qalxanda satırıq da, düzdürmü? Yəni stable coin bizə onun üçün lazımdır ki, yəni nə düşməsin, nə də qalxmasın. Bunun üçün də biz bu stable coinlərdən istifadə edirik. Dostlar, keçək üçüncüyə, DeFi coinlər. Bunlara daxildə Uniswap, AV və Curve mərkəzsiz maliyyə üçün istifadə olunur bunlar. Bir də var dostlar, dördüncü gaming və metaverse coinlər. Bunlara daxildir Sandbox, Degerland, bir də Axie Infinity. Bir də var dostlar, Privateer coinlər. Bunlara daxildir Monero, Zcash. Bunlar əsasən məxfiliyi qoruyur dostlar. Bir də var exchange tokenlər dostlar. Bunlar əsasən birja tokenlərdir. BNB, Binance birjasının tokeni, OKB, OKEX birjasının tokeni. Bir də ZRO var. Bu da yəqin ki Crypto.com birjasının tokenidir. Hər biri dostlar fərqli məqsəd üçün yaradılıb. Belə desək, yəni bütün coinlər eyni deyil. Bəziləri real layihələrə malikdir, bəziləri isə sadəcə hype üçün yaradılıb. Keçək dördüncü hissəyə. Altcoinlərə necə yanaşmalıyıq? Bunları yadda saxlamaq lazımdır dostlar. Altcoin bazarı həm imkanlarla doludur, həm də risklərlə. Bitcoinin bazarda payı 50%-dən çoxdur, məlum məsələdir. Yəni digər qalan 50% isə 10 mindən çox coinlər arasında bölüşür. Yəni çox coin demək çox risk deməkdir. Hər il minlərlə altcoin yaradılır, amma bir neçə ay sonra onların çoxu yox olur. Ona görə də hər coinə yatırım etməzdən əvvəl layihəni, komandanı, məqsədini öyrənmək vacibdir. Mənim altcoin'i alarkən nələrə diqqət etmək lazımdır və necə seçmək lazımdır? Təbii ki, özümə məxsus olan mənim kriteriyalarım var. Onları qarşılamalıdır ki, ona nəzərən mən altcoin'in
alım, yəni ona yatırım edim yoxsa yox. Bu haqqda videomuz var. Sağ küncdə qoyacağam dostlar. Daxil olub izləyə bilərsiniz. 5-ci hissəyə keçək. Altcoin'in üstünlükləri və çatışmamazlıqları nələrdir? Altcoin'in bəzi üstünlüklərindən desək, dostlar, texnologiyaya əsasən yenilik gətirir. Daha ucuz və sürətli əməliyyatlar təklif edir. Ekosistemlər yaradır. Məsəl üçün NFT, DeFi və s. istifadəçilərə daha çox seçim verir. Amma buna nəzərən çatışmamazlıqları da təbii ki çoxdur. Çoxu sabit deyil və tez çökür. Dolandırıcı skam layihələr hər gün demək olar ki yaradılır. Qiymət manipulyasiyası asandır. Qanunvericilik hələ də tam tənzimlənməyib. Yəni bir tərəfdə böyük qazanc şans varsa, digər tərəfdə isə dostlar təbii olaraq itki və risk də var. Yekun olaraq dostlar, altcoinlər kripto dünyasının innovasiya mərkəzidir. Əgər düzgün layihəni seçsək, gələcəkdə çox böyük potensial qazana bilərik. Amma unutmamaq da lazımdır. Hər altcoin gələcəkdə təbii olaraq Ethereum olmayacaq. Yatırım edərkən dostlar, hər zaman çoxlu araşdırmaq lazımdır. Trend əsas məsələ deyil. Yəni qiymət ancaq yüksəlirsə bu kriptovalyutanın gələcəyi demək deyil. Çoxlu araşdırmaq lazımdır. Kriptonun arxasında olan komandanı, sosial şəbəkələrin, paylaşımların, komanda nə dərəcədə yaxşı işləyir, keyfiyyətli işləyir, bunların hamısını araşdırmaq lazımdır. Bugünkü mövzumuz dostlar altcoinlər haqqında oldu. Əgər videomuzu bəyəndinizsə və bu tip videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənib şərh bölməsinə öz fikirlərinizi yazmağı unutmayın. Dostlar sağ olun, hər birinizə bol qazanclar arzu edirəm. Sağ olun, salamat qalın.